Türkiyədə olan bitənlər demokrasiyə olan bütün məntəqədə əndişələri daha da çoxaldır. Əkrəm İmamoğlu siyasət meydanından həzf olacaq, yoxsa yeni bir siyasi qəhrəman olmaq üçün qabağında bir yol mu açılır? 1403-cü ilin axır proqramı ilə mən Taha Kermani qarşınızdayım. Şirin çaya xoş gəldiniz. Önceden deyim ki, bilirsiniz, uzaqdan yaxından təxminən təqib elədiyinizi varsayıram. Əsasən də Türkiyə xəbərləri ilə, özəlliklə İran türkləri çox yaxından ilgiləndiğini də bilirik. Türkiyədəki bu atmosferi, yəni siyasi azadlıqlar, basın azadlığı, mətbuat azadlığı, söz azadlıqlarının məxsusən son illərdə ciddi dərəcədə azaldığını, daraldığını demək hər halda bir sır deyil. Bunu hamımız bilirik. Bundan nə üçün danışmırlar? Səbəbi məllidir. Çünki ciddi bir baskı var. Bu yerli aktiv Türkiyə mətbuatında çalışan həmkarlarımdan bunu yaxından görürəm. Amma mən həmişə məsafəli olmuşam. Çünki əsasən çalışma alanım fərqli olubdu. İranla ilgili çalışmışam. Amma yenə də istər-istəməz siyasətdəki bu iç-içə olma, məsələlərin iç-içə olması sizin olaylara biganə qalmamanıza da səbəb olur və məcburuq ki, Türkiyədə olub bitənlə ilgili də durduğumuz yeri də bəlli etməklə birlikdə qəzetəcilik işimizi də görək. Ona görə məni tanıyanlar tanıyır. Türkiyədə sağ, sol, hətta bir-birlərinin zid qutuplar deyə biləcəyimiz fərqli televizyonlar, qəzetələr, qəzetəcilərlə kontaktım var. Onlarla yazmışam, işləmişəm. İndi də işbirliyimi davam eləyirəm. Amma bu dediklərimin bu mənada, yəni Türkiyədə iqtidar, güc kimin əlində olduğunu da diqqətə aldığımızda birilərinin xoşuna getməyəcəyi çox məlum bir şeydir. Elə əsasən ona görə də bir çox bizim dostumuzun bəlkə Türkiyə siyasətləri ilə bədihiyyatı belə dilə gətirməkdə əllərini, qollarını bağlayır. Əlbəttə ki, bu hər şeydən qabaqda bir tərcihdir, amma mənim belə bir tərcihim olmadığını bilirsiniz. Düşünüb anladığımı sizinlə paylaşmağa çalışıram. Bu qıssa sıxıcı əlbəttə. Tozikdən sonra olub bitənəcək. Əkrəm İmamoğlu məxsusən bir öncəki yerel seçimdə İstanbul Bələdiyyə Başkanı olduğundan sonra sadəcə Türkiyə yox, Türkiyə eşiyindəki siyasi gündəmində ən önəmli figürlərindən biri oldu. Məxsusən birinci yerel seçimdə İstanbul seçimlərinin iptal olması, daha sonra təkrarlandığında çox daha yuxarı rəy alaraq qazanıb bələdiyyə başkanı olması əslində məxsusən İstanbul bazında ki, İstanbulu deyəndə 16 milyon cəmiyyətini nəzərdə aldığımızda balaca bir Türkiyədən də söz etmək mümkündür. Nə qədər yüksək bir potansiyeli olduğunu da söyləməmiz mümkün. Hər hansı bir siyasətçiyə bənzəmədiyinin də altını çizmək lazımdır. Təbiətən vaxtı iqtidara və Ərdoğana rəqib bir figur qamətində zahir olur. Ona baskılar da artar. Onu meydandan çıxartmaya yönəlik çalışmalarında artdığını gözləyirdi hər kəs və elə də oldu. Gönül istərdi ki, Türkiyədə iləri demokrasiyalarda olduğu kimi siyasi rəqabətlər demokrasinin təcəlli elədiyi, ən azından simcə göründüyü seçimlərdə gerçəkləşsin və rəqiblər bir-birini seçimdə, sandıqda, millətin huzurunda biləyini büksünlər deyim yerində isə, amma seçimə işi buraxmır iqtidar, Ərdoğan və AKP. Seçimdən qabaq
öncə rəqiblərini başara bildiyi qədər meydandan çıxartmağa çalışır. Birinci hədəf bu gün Əkrəm İmamoğlu İstanbulun bələdiyyə başqanı şərhləri vardı. İmamoğlu ilə ilgili bir çox iddia və əlbəttə hüquqi araşdırma var idi. Bunların haqlılıq, haqsız paylarını hüquqçuların əgər müstəqil hüquqçu tapmaq da çətindir əslində bu gün Türkiyədə, amma yenə aşağı yuxarı dəyərləndirdiyimizdə bunu yəqin söyləmək olar. İmamoğlu'nun başına gələnlərin bir çoxunda ən önəmli faktor hüquq yox, siyasi iradənin olduğunu görürük. Yəni hüquqda bu xəta olundu, pəs bu cəzalandırılmalıdır şəklində işlər ilerləmir. Siyasi bir iradənin üstdən hüquq yolu ilə İmamoğlu'nun qabağını kəsəcəyi besbəlli ortada görünür. Ən son gələn nöqtə bilirsiniz, keçən Cumhurbaşqanlığı seçimlərində Türkiyə müxalifəti çox pis bir performansı ilə uduzdu. Bir çoxuna görə məxsusən Türkiyədəki iqtisadi vəziyyəti də nəzərdə aldığımızda iqtidarın qazanmasını mümkün görmürdülər. Amma Türkiyənin başarısız, pasif, demode adını nə cür qoyub necə açıqlarsaq, müxalifəti bunu da başardı və uduzdu. Seçim Erdoğan'a uduzdu. Kılıçdaroğlu'nun inadına yoranlar var bunun. Namzədlikdə israr eləməsi. İmamoğlu və Ankara Bələdiyyə Başkanı'nın önünü kəsməsi ilə belə oldu. Hər nəysə tablo budur ki, Cumhurbaşkanlığı seçimlərində Erdoğan qazandı. Yaxşı bir ixtilafın yanında qazandı. Amma ardından həmən sonra olan yerel seçimlərdə, məhəlli intixabatda ki, Türkiyədə bilənləriniz bilir, çox önəmlidir. Bələdiyyə seçimlərində iqtidar AKP ciddi mənada uduzdu və müxalifət CHP başda olmaq üzrə çox tarixi bir zəfər əldə elədi. Və İmamoğlu da ki, təkrar İstanbulun bələdiyyə başqanı seçildi. Məxsusən o tarixdən sonra Kılıçdaroğlu'nun parti başkanlığından kənara qoyulduğundan sonra Özgür Özel'in CHP Cumhuriyet Halk Partisi, Türkiye'nin en önemli muhalif partisinin başkanlığına geldikten sonra iki aday, zaten illerdir adı deyilen iki adayın önümüzdeki Cumhurbaşkanlığı seçimleri, yani 2028'de 3 yıl sonra Erdoğan'ın karşısına çıkması daha da muhtemel hale geldi. Ankara Bələdiyyə Başkanı Mənsur Yavaş və İstanbul Bələdiyyə Başkanı Əkrəm İmamoğlu. CHP'də iç çatışmalar, rəqabətlər hamısının sayəsində, haşiyəsində nihayət gəlinən nöqtə oldu ki, Əkrəm İmamoğlu və toplumda da belə bir beklenti, belə bir intizarın olduğunu təfsir edirdilər Türkiyə siyasət uzmanları. İmamoğlu'ya yönelik bir həvəs, istək vardı camiədə. İmamoğlu'nun da önayaq olması ilə birlikdə parti CHP bir iç seçimə gedir ayın 23'ünde, bir neçə gün sonra. Bu ön seçimdə gələcək Cumhurbaşkanı adayını belirləmək üçün daxili bir intixabata gedir hizb. 2 milyondan biraz az bir üzvü burada eləyə biləcək ki, rəy versin, CHP'nin üzvü rəy versin və bu daxili intixabatda gələcək Riyasət Cumhur intixabatındakı namzədi seçsin. Bu intixabatın tək bir namzədi var idi və var və Əkrəm İmamoğlu'dur. İndi bu intixabata bir neçə gün qala Əkrəm İmamoğlu bu səhər saat 6'da Türkiyə saatı ilə çarşamba günü tutuklandı. Niye tutuklandı, ne gerekçeyle tutuklandıya gələcəm. Yəni birinci dərəcə indi burada önemli olan bir neçə gün sonra CHP'den gelen açıklamalar budur ki, bu olanlar məsələyə təsiri qoymayacaq və İmamoğlu bunun tək aday olduğu bu intixabatda bərgüzar olacaq və çox möhtəməldir ki, çox yuxarı bir oy sayısı ilə İmamoğlu CHP'nin gələcək Cumhurbaşkanlığı seçimlərindəki aday olsun. Mənsur Yavaş o biri Cumhurbaşkanı adayı olması, yəni namzədi olması ehtimalı verilən
namizəd dedi ki, mən şirkət eləməyəcəm bu mərhələdə, bir şey hərəkət eləməyəcək və İmamoğlu'na dəstək verdiyini, himayət elədiyini açıqlamışdı. Bu tabloda neçə ay öncəsindən başlayan bu süreçdə öncəliklə Əkrəm İmamoğlu'nun diplomu, yəni danışqah diplomu mənzurdur. Lisans diplomunun geçərsiz olduğu, qəbul olunmaz olduğu ilə ilgili bir soruşturma və yaxud huquqi bir süreç başlandı. Gerekçə də budur ki, İmamoğlu Türkiyədən eşikdə bir danışqahda oxuyurdu. Bəlli dərəcə oxuduqdan sonra, yəni danışıcı dili ilə desəm, vahidləri pas elədikdən sonra o zamanın şərtlərinə uyğun bir şəkildə gəlibdi, ayrı bir riştəyə intiqal tapıb və ayrı riştədə oxuyub və məzun olub. İllərcə də oxuyub, nömrə alıbdı, imtahana giribdi, nə bilim diplom alıbdı və s. Ancaq İstanbul danışqahında oxumuşdu. İstanbul danışqahı neçə gün öncə bir açıqlama ilə Əkrəm İmamoğlu və o tarixdə eyni şəkildə oraya gəlib dərs oxuyub məzun olanların 28 nəfərin diplomunu fəsx elədiyini elan elədi. Bu da sadəcə bir diplom deyil. Türkiyə Cumhurbaşkanlığı seçim qanununa görə Cumhurbaşkanı bir yüksək eğitim fərqi təhsil olmalıdır. Yəni təhsilat ali olması lazımdır. Vaxtı lisans diplomu rədd oldu. Təbiətən indi burada Əkrəm İmamoğlu gələcək Cumhurbaşkanı aday olması üçün önündə bir numara bir əngəli var, diplomunun olmaması. Əlbəttə huquqi sürət davam eləyir, etiraz eləyirlər bir üst məhkəmələrdə, bəlkə fərqli sonuç gələr. İstanbul Üniversitesinin vermiş olduğu qərarı nəqz elər və diplomunu keçərli qılar, amma bu sürət uzaltıla bilər, nəticəyə yetişməyə bilər, nəticəyə yetişməsinin qabağı alına bilər və Cumhurbaşkanlığı seçimlərinə yetişməyə bilər. Birinci əngəl bu ki, bütün burada da siyasi iradənin sonucunda İmamoğlu'nun önünü kəsməyə çalışıldığı anlaşılır, belə də təfsir olunur. Ayrı bir fikri sadəcə AKP yanında duran və AKP tərəfdarlığına məşhur olan şəxslər, siyasətçilər, qəzetəcilərdə görə bilərik. İkinci bir həmlə gəldi bu sabah. İmamoğlu ilə ilgili bir soruşturma açıldı və 90 və 100 nəfərdən artıq İmamoğlu, onun yaxın çevrəsi, yaxın ekipi İstanbul şəhərlərisində bir çox suçdan ki tam açıq da bilinmir, amma iki başlıqda bunu bilirik. Mali yolsuzluqlar, yəni fisad iqtisadi və terror məsələsi ilə ilgili böyük bir və açıq, dəqiq feylən buraya qədər bilmədiyimiz suçlamalarla gözaltına alındığı, yəni bazdaşt olduğunu bilirik. Bu sabah İmamoğlu bu video ile dedi ki bazdaşt. Hepinizi çok seviyorum. Ben kendimi milletime emanet ediyorum. Dimdik ayakta olacağımı bütün milletim bilsin. O kişiye ve onun bütün bu süreci aparat gibi kullanan aklıyla mücadeleye devam edeceğim. Direniş mesajı verdi. Hardasa bu 97 nəfər mali suç və 7 nəfər terror suçundan 2 nəfər də ayrı suçlardan hələ buracan bəlli olmayan CHP-dən gələn açıqlamalara görə tutuqlanıblar bu səhər. İndi bu tutuqlamalar günlərmi davam eləyər, saatlarmı olar, həftələr, aylara mı sürər, bunu bilmək çətindir, amma İmamoğlu'nu bir örgüt, bir qrup və qrupun liderliği suçundan tutuqlandığını anlaya bilirik. Əslində günlər öncə o 15 Mars'ta Trabzonda İmamoğlu'nun düzenlədiyi bir mitingdə, məmləkəti Qaradenizdə bugün olacaqları da dəqiqən birə-bir saymışdı. Şimdi yarım yamalak iddiaları dolduracaklar bir torbaya, Ekrem İmamoğlu'nu suçlayacaklar. Hem de suç örgütü suçlamasını bana hazırlıyorlarmış. Suç örgütü kurmak.
hepsi denetlenmiş, belediye iş ve işlemleri, ihaleleri, etrafındaki insanları suçlu gösterecekler. Planları, hesapları bu. Kendi gazetelerine, kendi trollerine söyletiyorlar. Beni oyundan çıkaracaklar. Ellerinden geleni ardına koymayacaklarmış. Kirli işler yapıyorlar. Siyaseten beni yenemiyorlar. Benim başımı öne eğdiremiyorlar. Güya polisin eliyle benim başımı öne eğdireceklermiş. Benim polis kardeşlerimin elini kullanacaklar. Aklı sıra. Yani sözüm ona, bizi milletin önünde güya küçük düşürecekler. Kirli hesaplarla ülkeyi karıştırma peşindeler. Hayale sığmayacak şekilde yalan dolan projeleriyle, kafasında dönen stratejilerle beni saf dışı bırakmanın peşindeler. Hatta bunu mümkünse 23 Mart'tan önce yapmak istiyorlar. Dertleri ne? Vatanı mı düşünüyorlar? Milleti mi düşünüyorlar? Dertleri koltuk. Hər şeyin bəlli olduğu, günlər öncədən bəlli olduğu ki, İmamoğlu'nu bəlli bir suçlardan öncə etibarını zədələmək istəyirlər toplum nəzdində. Daha sonra hər halükarla nə model eləyə bilirlərsə, indi neçə maddə var, həm mali suçlardan zindanda olma ehtimali, diplomasının olmaması və s. Cumhurbaşkanlığı adaylığının önünün kəsilməsi ilə ilgili siyasi bir iradənin olduğunu görürük. Gələn açıqlamalar İstanbulda 4 gün boyunca hər hansı bir basın açıqlaması, təzahürat və ya daha doğrusu heç bir etirazın mümkün olmayacağını dedilər, qədəğən olduğunu dedilər. Hətta bir çox İstanbul mərkəzi yerlərdə toplu daşıma vəsaili nəqliyyat, ümumi metro kimi vəsilələrin durdurulduğunu öyrənirik. Yəni millətin də bu qərarı, İmamoğlu'nun tutuklanması, İmamoğlu və əslində tüm ekibi, 100-dən çox nəfərin içində hüquqçular, siyasətçilər, media insanları, müdürlər və s. Bu olana etirazın da qabağını almaq üçün belə bir önləm alındığını, belə bir tədbir uyğulandığını da görürük. Buna rəğmən